Salamlar, hər birinizi salamlayıram. Uzun bir aradan sonra qarşınızda yeni dərs videosu ilə çıxış edirəm. Bundan əvvəlki dərs videolarında təkamül 1, 2, 3, 4 videolarında təkamülün böyük bir qismini izah eləmişdim. Bu gün isə təkamül 5 videosunda makro təkamülü sübut edən dəlillərdən embriyoloji dəlillər və müqayisəli anatomiya dəlilləri barəsində danışmış olacağam. Gəlin vaxt itirmədən dərsimizə başlayaq. Xatırlatma edək, makro təkamülü sübut edən dəlilləri biz necə qruplaşdırırdıq? Embriyoloji dəlillər, paleontoloji dəlillər və müqayisəli anatomiya dəlilləri. 4-cü videoda paleontoloji dəlillərdən danışmışdım. Paleontoloji dəlilləri biz qruplaşdırırıq. Stratigrafik dəlillər, qitələrin dreyfi, keçid formalar, filogenetik sıralar və izotop dəlilləri. Bu qaldı keçmiş dərsimizdə. İndi isə bugünkü dərsimizdə iki dəlilimiz qalmışdı, onlardan danışmaq istəyirəm. Bunlardan biri makro təkamülü sübut edən embriyoloji dəlillərdir. Bununla bağlı suallar düşür, kurs imtahanlarına da düşür müəllimlər üçün. Eyni zamanda uşaqlar üçün müxtəlif kurslarda da keçirilən OTK tərzi sınaqlarda da tez-tez qarşımıza çıxır. Deməli, biz burada nələrə diqqət yetirməliyik? Ümumiyyətlə, embriyologiya, ontogenez bölməsində biraz bu barədə danışmışdıq. Xüsusilə də insan zigotu barəsində danışmışdıq. O zigotun bölünmə mərhələlərindən, ektoderma, endoderma, mezoderma qatlarından, bunun biraz heyvanlarla əlaqəsindən filan danışmışdıq. Burada isə ümumilikdə makro təkamülü sübut edən dəlillər qismində öyrənmiş olacaq. Yəni, yalnızca insan üçün yox, bütövlüklə heyvanlar üçün cəmləşdirmiş olacaq öyrənəcəyimiz materialları. Embriyologiya elmi nə idi? Canlıların rüşeym dövründə həyatlarını, inkişaflarını öyrənən bir elm idi və təkamülə, makro təkamülə sübut verirdi. Embriyologiyanın əsasını histologiya yadınızdadırsa, biz orada histologiyada alimlərdən danışanda Karl Beer adlı alim adı çəkmişdik. Həmin o Karl Beer embriyologiyanın əsasını qoyan alimdir. Amma təbii ki, sırf o əsasını qoydu, amma digər alimlər də onun işlərini davam etdirdilər. Sadəcə, yəni Karl Beerin adı ilə bağlı deyil. Əsasını qoyan alim həmin alim olmuşdu. Darwinin özünə gələk. Darwin orqanizmlərin fərdi inkişafının onların tarixi inkişafı ilə əlaqəli olduğunu söyləmişdi. Əslində Darwinin dövrü üçün bu fikir çox qiymətli bir fikir idi. Bir orqanizmin özünün inkişafı, məsələn, bu bir məməli heyvandırsa, onun doğumu, doğumundan öz həyat fəaliyyəti və sonra bioloji ölümü ilə nəticələnən bir dövr. Bir də var o canlının, yəni həmin növün tarixi inkişafı. O növ hardan gəldi, hara doğru getməyə başlayır. Harada yekunlaşacaq həmin növün, belə deyək, harada sonlanacaq. Bu barədə öz fikirlərini söyləmişdi. Embriyoloji dəlillər həm bir hüceyrəli heyvanlar, həm çox hüceyrəli heyvanlar, həm onurğasızlar, həm onurğalılar, eyni zamanda bitkilər haqqında da məlumat verir bizə. Yəni, çox zaman uşaqlar bunu düşünür ki, embriyoloji dəlilsə mən bura bitkini qatmamalıyım və yaxud bakteriya göbəyə qatmamalıyım. Yalnızca heyvan olmalıdır. Çünki rüşeym heyvan üçün xarakterik bir ifadədir. Amma xatırlayırsınızsa, toxum yaranması, toxumdan rüşeymin yaranması və s. bu ifadələri biz əslində bitkilər üçün də işlətmişdik. Bəli, bakteriyalarda toxum yoxdur. Onlar üçün embriyoloji ifadə işlətmək çox da doğru bir şey deyil. Çünki onlarda zigot yoxdur, maylanma yoxdur və s. Amma onun da özünün bir tarixi inkişafı var. Arxedə yaranan bakteriyalar və günümüzdə olan bakteriyalar. Onların da həmin növün fərdlərinin də özünün də keçdiyi bir tarixi inkişaf yolu var. Deməli, orqanizmlərin heyvanlar üzərində söyləyək, əksəriyyəti maylanmış yumurta hüceyrədən inkişaf edir. Əslində, bu bitkilər üçün də belə keçərlidir. Ali heyvanlar zigot mərhələsində bir hüceyrəli ibtidailərin inkişaf mərhələlərini keçirirlər. Bu da əslində bizə bir işarədir ki, çox hüceyrəlilər öz təməllərini bir hüceyrəlilərdən götürüb. Yadınıza salın, biz danışmışdıq ontogenez dərsində blastula, gastrula, neyrula mərhələlərindən. Məsələn, blastula mərhələsində həmin o bu rüşeym ibtidai heyvanların Volvox adlanan nümayəndəsini xatırladır, kolonial formasını xatırladır. Gastrula mərhələsində bağırsaq boşluqları xatırladır. Hətta DIM test topusunda sual da var idi ontogenezdə. Uşaqların qəbuluna da düşmüşdü. Deyirdi, hansı canlılar rüşeymin 7 dənə inkişaf mərhələsini göstərmişdi. Sonuncu inkişaf mərhələsi gastrula mərhələsi idi. Baxın, zigotu verib, sonra onun bölünməsi, blastula və s. bütün mərhələləri verib 7 mərhələ olaraq sonda gastrula mərhələsini göstərmişdi. Burada həm ektoderma, həm endoderma qat var, lakin mezoderma qatı yoxdur. Ömür boyu gastrula mərhələsində qalan heyvanları tapmağımızı istəyirdi. Biz burada bağırsaq boşluqları nümayəndəsini, hidranı, stavromeduzanı, mərcan polipini və s. hər hansı birini götürə bilərik. Deməli, gastrula mərhələsində də həmin o rüşeym
bizə bağırsaq boşluqları xatırladır. Bağırsaq boşluqların rüşeymini xatırladır. Neyrola mərhələsi isə neyrola artıq qurdlardan, yassı qurdlardan etibarən mezoderma qatı yaranmağa başlamışdı. Onlarda orqanlar sistemi yaranmağa başlamışdı. Bunu da qurdlarla və neştərçə ilə əlaqələndirə, onların rüşeymləri ilə əlaqələndirə bilərik. Yəni ziqotun bölünmə mərhələləri hər mərhələ bir heyvanın inkişafını xatırladır. Bu da əslində embrioloji bir dəlildir. Təkamülü sübut etmək üçün bir dəlildir. İndi gəlin burada bir şəkil cəmləşdirmişəm sizin üçün. Məktəb dərsliyində də var idi bu şəkil. Mən də bir başqa internet səhifəsindən tapıb üzərində heyvanların və insanın adını qeyd etmişəm. Ümid edirəm sizin üçün maraqlı olar. Testlərdə də bu şəkildən istifadə etmişəm. Gəlin danışaq oxşarlıqlardan. Yəni insan rüşeymi üzərində götürsək, onun rüşeyminin digər canlılar ilə embrioloji mərhələdə hansı oxşarlıqları ola bilər? Xahiş edirəm bu oxşarlıqları əzbərləyin. OTK sınaqlarına da tez-tez düşür bununla bağlı. Ona görə diqqət etməyinizi istəyirəm. Baxın, bədən quruluşunun ümumi şəkli. Fikir verirsinizsə ilk mərhələyə baxın bu arada, son mərhələyə yox. Yəni məsələn balığın. Görürsünüzmü? Bu 1, bu 2, bu 3 yazıram. Son 3 nəticəsi, yəni balıq olaraq görsənir və yaxud da ki insan timsalında desək, 1, 2, 3. Son üçüncüsü bəli insanı xatırladır, insan embrionu xatırladır. Yuxarıdan aşağı baxmanızı istəmirəm. Şaquli xətt üzrə baxmanızı istəmirəm. Üfüqi xətt üzrə baxsanız görəcəksiniz ki, bax qırmızı rənglə göstərək. Bax, buradakı orqanizmlər birincisi balıqdır, ikincisi salamandra, tısbağa, quş, ada dovşanı və sonuncusu insan. Hamısı bir-birinə bənzəyir. Yəni ilkin mərhələdə hamısının bədən quruluşu oxşardır. Eyni deyil təbii ki, amma oxşardır. Hamısında quyruğa təsadüf olunur. Ətrafların başlanğıcına fikir versəniz, məsələn, birinci şəkildə də fikir vermiyorlar, ikinci şəkildə daha yaxşıdır. Ətrafların başlanğıcına fikir verə bilərsiniz. Hamısında oxşardır. Bax, yenə deyirəm, eyni deyil, oxşardır. Qəlsəmə ciblərinin udlağın yanında yerləşməsi. Yenə birinci və yaxud ikinci şəkildə baxa bilərsiniz. İkidə daha yaxşıdır deyə burada göstərəcəm. Qəlsəmə ciblərinin udlağın yanlarında yerləşməsi. Təxmini belə. Sonra xorda, birinci olaraq xorda, sonra udlaq üzərində qəlsəmə yarıqlarının, qövslərinin yaranması. Sonra qırdaq fəqərələrin yaranması. Balıqlarda olduğu kimi əvvəlcə bir qan dövranının olması, sonra 2 qan dövranının yaranması. Böyrəklərin quruluşunun oxşarlığı. Hətta burada eynilik yazıb. 10-cu sinif dərsliyindən cümlədir və burada hətta eynilik yazıb. Sonra külək formasında ətrafların olması, kloakaya malik olması. İnsanın da embrional mərhələsində rüşeymdə kloakaya təsadüf olunur. Bu da oxşar xüsusiyyətlərdəndir. Lakin rüşeym inkişaf etdikcə növə yaxın əlamətlər artır, aləmdən uzaqlaşır. Yəni ilkin mərhələdə insan heyvanlar aləminin bir nümayəndəsidir. Ana bətnində insan əvvəlcə heyvanlar aləminin xüsusiyyətini göstərəcək. Yəni o bir bakteriya, göbələk ya da bitki xüsusiyyəti göstərməyəcək. Heyvanlar aləminin, çoxhüceyrəlilər yarım aləminin, xordallar tipinin, məməlilər sinifinin, primatlar dəstəsinin, Homo cinsinin ən sonunda Homo sapiens növünün xarakterik xüsusiyyətini göstərəcək. Yəni ana bətnindəki övlad rüşeym ilk öncə aləmin, doğuşa yaxınlaşdıqca da növün xüsusiyyətlərini özündə göstərmiş olacaq. Beləliklə, rüşeym inkişaf etdikcə aləmdən uzaqlaşıb növə doğru yaxınlaşır axı. Aləmdən uzaqlaşırsa bu balıq, salamandra, tısbağa, quş, ada dovşanı bunların xüsusiyyətlərindən uzaqlaşacaq. Öz növünün xüsusiyyətlərinə yaxınlaşacaq. Son nəticə olaraq ana dünyaya tısbağa gətirməyəcək. Ada dovşanı gətirməyəcək, balıq gətirməyəcək, quş, salamandra gətirməyəcək, insan gətirəcək. Bunu da yadda saxlayırsınız. Daha sonra qoy buradan baxım, yadıma salım nə yazmışam. Sürünənlər quşlar məməlilərdə qəlsəmə cibləri bitişir, çünki onlar suda yaşamırlar. Balıqlarda bitişmir. İnsanda da bitişir təbii ki. Balıq kimi suda yaşamadığı üçün onun artıq inkişafının, embrional inkişafının sonraki mərhələlərində bu qəlsəmə ciblərinə ehtiyac olmur. Lakin rüşeym mərhələsində qəlsəmə cibinin olması bu canlıların belə deyək, ortaq bir atadan, əcdaddan gəlməsini, suda yaşayan bir varlıqdan törəməsini əslində bizə göstərmiş olur. Balıqlarda üzgəclər, onurğalarda isə ətraflar formalaşmaya başlayır. Baxın, balığın şəklinə baxın, son olaraq üzgəci yaranıb. Salamandrada ətrafları müşahidə edirsiniz, amma quyruğu da öz yerindədir. Tısbağada tam olaraq ətraflar görsənir, quşda da mənim çəmənimə oxşuyur bu quş. Sonra ada dovşanı biraz quzuya oxşuyur, amma nəysə. Şəkildə çünki ada dovşanı qeyd olunmuşdur və insan. İnsanda da ətraflar tam olaraq görsənmiş olur.
Və baş hissəsinə fikir versəniz, insanın başı digər heyvanların başından daha böyükdür. Beyni də düzdür, beyni daha böyükdür. Bu heyvanlar üçün böyük ola bilər, amma məsələn bir balinanın beyni qədər böyük deyil insan beyni. Bilirsiniz, insan beyninin böyüklüyü deyil, oradakı neyronlar arasındakı qarşılıqlı əlaqənin gücü insanın zəkasını ortaya qoyur, digər heyvanlardan fərqləndirir. Yoxsa ki, balinanın beyni Allah bilir neçə kiloqramdır. Gərək internetdən baxaq, amma insan kimi hal-hazırda yer kürəsində hökmranlıq eləmir. Nə qədər böyük heyvan olursa olsun. Sonra bir də ki, bu şeyi yadda saxlayın. Bu da tez-tez testlərə düşür. Bayaqlar dedim, indi bir cümlə kimi ümumiləşdirim, sonra növbəti slayd vərəqinə keçəcəm. Ən böyük kateqoriyadan, aləmdən ən kiçik kateqoriya, yəni növə doğru gedirik. Doğuşa yaxın artıq növün bütün xüsusiyyətlərini özündə cəmləşdirmiş olur. Məməli heyvansa və ya quşdursa, məsələn, yumurtadan çıxmağa yaxın cəmləşdirmiş olur. Yaxşı, bu şəkildə iki yaraşıqlı alimimizi görürük. Yəni, daha doğrusu biri yaraşıqlıdır, biri biraz aqli məncə, çox da yaraşıqlı deyil, amma nəysə. Ernest Haeckel və Fritz Müller və yaxud da ki, Haeckel və Müller. Bunlar ontogenezin nisbəti qanunu və yaxud digər adı ilə biogenetik qanunu elmə gətiriblər. Bu nə deməkdir? Ontogenez filogenezin qısa təkrarıdır. Ontogenez nədir? Canlının fərdi inkişafı. Məsəl üçün, ana bətnində maylanma getdi, zigot yarandı. Zigotdan bioloji ölümə qədər olan gedən yol ontogenezdir. Bu bir fərdin ontogenezidir. Filogenez isə tarixi inkişafdır. Həmin növün tarixi inkişafıdır. Bütövlüklə canlıların tarixi inkişafıdır. Ontogenez bütövlüklə canlının tarixi inkişafının qısa təkrarıdır. Atıram, bir növ yaranması, formalaşması, bu günə gəlməsi atıram 1 milyon il çəkibsə, onun bir fərdinin hamiləlik dövrü və yaxud da ki, quşdursa əgər yumurta daxilində inkişaf dövrü, yumurtadan çıxması, bioloji ölümü, ontogenezi o milyon illik zaman diliminin qısa bir təkrarı kimi bizim qarşımıza çıxır. Hər bir fərd öz inkişafında daxil olduğu növün qısa təkrarını göstərir. Yəni, quş durub da məməlinin yaxud tısbağanın qısa təkrarını göstərməyəcək öz həyatında. Öz həyatında quşlar sinifinin, quşu daxil olduğu öz növün tarixi inkişafını göstərmiş olacaq. Bu alimlərin də xüsusiyyətlərini, yəni gördükləri işi yadda saxlayarsınız. Bir dəfə belə bir sual düşmüşdü. Təəssüf ki, bir çox adam tapa bilməmişdi. Baxın, burada da üzərindən yaşılla keçirəm. Təbii yaradılış tarixi əsərinin müəllifi Haeckel olmuşdu. Bunu mütləq yadınızda saxlayın. Sonra meymun, insan və itin rejimlərini müqayisəli şəkildə öyrənmişdi. Ekologiya termini barəsində də, yəni müəllif olmuşdu, bu fikri söyləmişdi. Müller haqqında isə çox da testlərə sual düşmür, amma yenə də buradan baxa bilərsiniz. Dəniz heyvanlarının anatomiyası, embriologiyası, həşərat və çiçəklərin qarşılıqlı təsirini öyrənən alim olmuşdu. Belə. İndi keçək 10-cu sinif dərsliyində belə bir şəkil var idi. Qurbağanın inkişafı, milçəyin inkişafı və qıcının cinsi nəsli olan protalın inkişafı. Baxın, qurbağa öz inkişafında çömçəquyruq adlanan sürfə mərhələsinə sahibdir. Çömçəquyruq balıqları xatırladır. Məsəl üçün, çömçəquyruğun da quyruğu var, ümumi görünüşü suda axan bir görünüşə sahibdir balıqlar kimi. Üzgəcləri var, gəlsə meylə tənəffüs eləyir. Ürəyi 2 kameraldır, ürəyində yalnız venoz qan var, bir qan dövranı var, bədənin yanı ilə uzanan yan xət orqanı var. Bütün bunlar balıqlarda da var, qurbağanın sürfəsində də var. Yetkin qurbağada yoxdur. Məsələn, yetkin qurbağa quyruqsuzdur, quyruqsuzlar dəstəsinə aiddir də. Üzgəcləri yoxdur. Düzdür, arxa ətrafın barmaqları arasında pərdə var, amma bu üzgəc deyil. Ürəyi 3 kameraldır. Ürəyində həm arterial, həm venoz, həm qarışıq qan var. Qan dövranı, 2 qan dövranı var. Sonra yan xət orqanı yoxdur. Yəni yetkin fərddən qurbağadan tamamilə fərqlidir çömçəquyruq. Balıqları xatırladır. Bu da onların əcdadlarının balıqlardan törədiyinə bir işarədir. Və yaxud milçək sürfəsinə baxası olsaq, milçəyin sürfəsi qurdu xatırladır. Yetkin fərdi, yəni həşratı xatırlatmır, qurda bənzəyir. Qurd kimi ətrafları yoxdur, qurd kimi qanadları yoxdur, baş hissəsi yaxşı inkişaf etməmişdir. Yəni baxanda əslində bioloji savadı olmayan bir adam milçək sürfəsinə qurd deyəcək. Bilməyəcək ki, bu milçəyin balasıdır. Və yaxud da ki, qıcının inkişafında protal adlanan bir cinsi nəsil var. Həmin bu cinsi nəsil lövhə şəkilli yosunları xatırladır. Rizoidi var torpağa bərkimək üçün, bu onun rizoidləridir. Sonra özü yaşıldır, ürək formasındadır, fotosintez prosesi gedir. Üzərində həm anteridir, həm arxegoni var. Erkək qamət yaranır, dişi qamət yaranır, spermatozoid və yumurta hüceyrə və
yetkin bitki mamıra bənzəmir, yosuna daha çox bənzəyir. Kitabda şəkli yoxdur, amma gərək mən də bura qoyardım. Mamırların inkişafında, yaşıl quş mamırının inkişafında da protonema adlanan ilkin cücərti yaşıl sap şəkildə yosunları xatırladır. YouTube-da yaşıl quş mamırla bağlı video izahım var. Oradan baxıb xatırlatma edə bilərsiniz özünüz üçün. Yəni mamırlarda və qıcılarda da öz ontogenezlərində özlərindən əvvəl gələn canlılar, ibtidai bitkilər, yosunların xarakterik xüsusiyyətlərini özlərində təkrar etmiş olurlar. Keçək indi makrotəkamülü sübut edən müqayisəli anatomiya dəlillərinə. Bu dəlilləri çox sevirəm. Bilmirəm niyə, amma sevirəm bu dəlilləri. Bu barədə danışmaq istəyirəm. Deməli, müqayisəli anatomiya dəlillərində biz nəyə diqqət edəcəyik? Embrioloji dəlillərdə bətin daxili və yaxud yumurta daxili xüsusiyyətləri və yaxud da canlının fərdi inkişafı ilə filogenezini müqayisə elədik. Anatomik dəlillərdə isə hal-hazırda yaşayan, müasir dünyada yaşayan canlıların orqanlarını, orqanlar sistemlərini bir-biri ilə müqayisə edirik və ortaya bir nəticə çıxardırıq. Bu nəticələr də yenə bizə deyir ki, filan canlı ilə oxşar xüsusiyyətdədir. Bunların ataları bir ola bilər. Ata deyəndə, yəni ümumi əcdad olaraq nəzərdə tuturam. Əcdadları bir gələ bilər. Bir-birlərinin xüsusiyyətlərinə bənzəyir bunların xüsusiyyətləri. Bundan əvvəlki video izahlarda deyəsən 3-cü təkamül təlimi video izahında mikro və makro təkamüldən danışmışdım. Onları müqayisə etmişdim. Hətta orada söyləmişdim ki, 2016-cı ildə mən diaqnostik imtahan verdiyim zaman 2015-də bilirsiniz 52 baldan qəbul olmuşam. 16-da 53 baldan diaqnostik imtahanı geridə qoymuşdum. Orada imtahan verdiyim zaman mənə belə bir sual düşmüşdü. Mikro və makro təkamül üçün ortaq xüsusiyyətlər. 4 dənə xüsusiyyət var idi. Ən axırıncı xüsusiyyət, yəni divergensiya yolu ilə yaranması ikisi üçün ortaq xüsusiyyət idi. Yerdə qalanların biri tutam mikroya aid idi, digəri makroya aid idi. Yadımda deyil variantlar. Amma divergensiya olması, yəni əlamətlərin ayrılması hər ikisində müşahidə olunurdu. Bu bəlkə yenə qarşımıza bir sual kimi çıxar. Ümumiyyətlə divergensiya nədir? Bir də konvergensiya ifadəsi var. Divergensiya, divergere sözündən başlanğıc alıb divergeri ayırmaq deməkdir. Bəlkə də tələffüzünü səhv deyə bilərəm. Belə bilirəm tələffüzünü, ayrılma deməkdir. Bir də var konvergensiya. Konvergere də yaxınlaşma deməkdir. Bəzən hətta ona birləşmə də deyirlər. İndi hər ikisi barəsində danışaq. Bu arada yadınızda saxlayın, divergensiya nəticəsində homoloji orqanlar yaranır. Konvergensiya nəticəsində isə analoji orqanlar yaranır. İndi hər ikisini izah edəcəm. Divergensiya və konvergensiya bunlar prosesdir. Homoloji orqanlar, analoji orqanlar isə orqanlardır. Həyat şəraitinin dəyişməsi nəticəsində ayrı-ayrı şaxələr yaranır. Məsələn, deyilənə görə sürünənlərdən həm quşlar, həm məməlilər yarandı. Yəni, bunların əcdadları sürünənlərdir. Lakin quşlar havada uçmağa, məməlilər isə torpaqda gəzməyə uyğunlaşdı. Yəni, quşlar sinfi və məməlilər sinfi divergensiya yolu ilə sürünənlərdən başlanğıc alıblar və aramorfoz keçiblər, mürəkkəbləşiblər. Nə baş verdi? Həyat şəraitinin dəyişməsi nəticəsində 2 dənə qrup yarandı, 2 dənə qol yarandı. Qrupu loru dildə deyirəm bu arada, sistematik kateqoriya olaraq demirəm. Bu proseslər, divergensiya prosesi təkcə bir sinifdən, sürünənlər sinfindən quşlar və məməlilər sinfinin yaranması ilə müşahidə olunmur. Yəni makrotəkamül səviyyəsində müşahidə olunmur. Eyni zamanda növ səviyyəsində, yəni mikrotəkamül daxilində də müşahidə olunur. Və nəticədə də homoloji orqanlar, homoloq orqanlar yaranmış olur. Homoloq da müvafiq olmaq, razılaşmaq mənasına gəlir. Homoloji orqanlar mənşə eyni, funksiya və quruluşu fərqli olanlardır. Homo eyni deməkdir. Homoda M hərfi var, mən belə yadda saxlayıram. Homoloji M, mənşə. Yəni mənşəsi homodur, mənşəsi eynidir. Homoloji orqanlar mənşəsi eyni, funksiyası fərqli olanlardır. Məsələn, kaktusun tikanı, noxudun bığcığı. Hər ikisinin mənşəyi yarpaqdır. Kaktus tikanı ilə özünü müdafiə edir, noxud bığcığı ilə dırmaşmış olur. Gördünüzmü? Mənşə eyni, funksiya ayrı, quruluş ayrı. Bu homoloji orqandır və divergensiya nəticəsində yaranıb. Məsələn, bu şəkildə görürsünüz onsuz da. Qurbağa, kərtənkələ, quş, köstəbək, balina, yarasa bunlar hamısının ətraflarını görürsünüz. Hamısında ətrafdır. Mənşələrinə gəldikdə sümükdən törəyib, ətdən törəyibdir. Lakin bunların funksiyaları fərqlidir. Yarasa, quş uçmağa xidmət edir. İnsan qolu tutmağa, atmağa xidmət edir. Qurbağa tullamağa xidmət edir. Kərtənkələ düzdür o qarnı ilə sürünür, amma yenə də ətrafları da iştirak edir. Balina olsun, o da üzgəc kimi deyə bilərik bəlkə də üzməyə xidmət edir. Bu kimi funksiyaları var. Və yaxud da dediyim kimi kaktusun tikanı, noxudun bığcığı və yaxud da ki delfinlə su itini götürə bilərsiniz. Bunların
bu su heyvanlardır, yerüstü heyvanlarda da var. Yarasan qanadı, insan qolu. Bunlar homoloji orqanlardır. Mənşələri eynidir, lakin funksiyaları fərqlidir. Belə, bu hissəyə diqqət elədik. Bir də bir şey deyim. Homoloji orqanlar eyni zamanda eyni embrional təbəqədən inkişaf edən orqanlardır. Yəni mezodermadan törəyənlər və yaxud ektodermadan, endodermadan törəyənlər bir-biri ilə homoloq sayıla bilər. Hər ikisi endodermal mənşəlidir. Homoloq götürə bilərsiniz. Köhnə 2014-ün DIM test topusunda bununla bağlı suallar var idi, amma 19-da 23-də yox idi. Yəqin ki, day bizə düşməz. Keçək konvergensiya, yəni konvergiya prosesinə, yaxınlaşmaq, oxşar olmaq, bəzən birləşmək də deyirlər. Bu prosesdən danışaq. Burada isə artıq ayrı-ayrı sistematik kateqoriyalara aid olan, ayrı-ayrı tiplərə, ayrı-ayrı siniflərə, ayrı-ayrı növlərə aid olan orqanizmlər oxşar bir şəraitdə, mühit şəraitində oxşar xüsusiyyətlər qazanır. Belə fikirləşə bilərsiniz. Zadəgan ailəsindən bir uşaq, bir də kasıb ailəsindən, lap kasıb ailədən bir uşaq götürək. Amma hər ikisini eyni mühit şəraitində yaşatsaq, ya çox zəngin, ya çox kasıb şəraitdə yaşatsaq, zadəgan çox kasıb şəraitə uyğunlaşacaq, kasıb çox varlı şəraitə uyğunlaşacaq. Nə oldu? Əslində müxtəlif sistematik kateqoriyalardır, lakin mühit şəraiti oxşardır. Düzdür, burada genetik faktor da öz sözünü oynayacaq. Amma mühit şəraiti də insanların xüsusiyyətlərinin dəyişməsinə və yaxud da insanı qoyaq bir qırağa, canlıların yeni xüsusiyyətlər qazanmasına kömək edir. Konvergensiyadan yaranan orqanlar isə analoji orqanlar adlanır. Yəni mənşəyi fərqli, funksiyası eyni orqanlar. Yaxşımı? Quruluşları da oxşardır. Məsələn, kəpənəyin qanadı ilə quşun qanadı. Baxanda onun ikisinə də qanad deyəcəyik. Lakin bunların mənşəyi eyni deyil. Biri xitin təbiətlidir, həşərat olduğu üçün. Birinin bazu sümüyü var, said sümüyü var, lələyi var, üzərinə birləşmiş, qola birləşib də. Yəni onun bazu saidinə birləşən lələkləri falan var. Yəni onların mənşələri fərqlidir. Amma ikisi də uçmağa xidmət edir. Quruluşu eynidir. Köstəbək və danadişin ətrafları, mənşələri fərqlidir. Biri həşəratdır, biri məməlidir. Funksiyaları qazıcı olmaqdır. Və yaxud da noxudun bığcığı ilə balqabağın bığcığı. İkisinin də mənşəyi fərqlidir. Noxudda yarpaq, balqabaqda gövdə mənşəlidir. Amma ikisi də bu dırmaşma prosesinə xidmət edə bilir. Bunları yadda saxlayacaqsınız. Bir şəkildə qaldı biri. Zirincin tikanı ilə yemişan iynəsi və yaxud tikan da deyə bilərsiniz. Zirincdə yarpaq mənşəlidir, yemişanda gövdə mənşəlidir. Fərq var mənşələrində, amma funksiyası müdafiə funksiyasıdır. Məsələn, bioloji savadı olmayan birinə 3 dənə şəkil göstərirəm. Akula, delfin və ixtiozavr, yəni nəsli kəsilmiş sürünən. Üçü də suda yaşayıb. Üçünə də baxan bioloji savadı olmayan birisi deyəcək hamısı balıqdır. Bu arada bioloji savadı olmayanı pis mənada demirəm. Mənim də coğrafi savadım yoxdur, riyazi savadım yoxdur, kimya, fizika savadım çox-çox zəifdir, tarixi savadım zəifdir. Yəni bu savadsızlıq mənasına gəlmir. Sadəcə həmin ixtisasdan savadım zəifdir. Eyni zamanda biologiyanı da hamı bilmir. Ona görə 3 heyvana, akulaya, delfinə, ixtiozavra, yəni balığa, məməliyə və nəsli kəsilmiş sürünən şəklinə baxan insan bu canlıların eyni canlı balıq olduğunu, bəlkə də ayrı-ayrı növ də olsa balıq olduğunu düşünəcək. Niyə? Çünki üçü də suda yaşayır. Üçünün də bədən forması balığa bənzəyir. Axıcı bədən forması var, üzgəcləri var. O insan bilməyəcək ki, bunlar oxşar mühit şəraitində yaşayan, analoji orqanlara sahib olan ayrı-ayrı növlərdir, ayrı-ayrı siniflərə aiddir, tipləri xordallar tipi olsa da. Buna diqqət edəcəksiniz. İndi sizə bunları ümumiləşdirilmiş bir halda cədvəl kimi təqdim edirəm. Qəşəng əzbərliyin, ən çox düşənləri təqdim etmişəm. Hər birisi üçün bu cədvəldən fərqliləri də sala bilərlər. Siz bilirsinizsə ki, mənşəyi eyni, funksiyası fərqlidirsə, bu homolojidir. Mənşəyi fərqli, funksiyası eynidirsə, bunlar analoji orqanlar olacaqlar. Bəzən uşaqlar belə də düşünür ki, kəpənək və quşun qanadı. Qanad sözü var, qanad ikisinə aid də analoji olacaq. Tikan sözü var, tikan ikisinə də aid də analoji olacaq. Amma burada çox bilmiş edib belə yaza bilərlər. Zirincin tikanı yemişanın iynəsi. Onda birdən şaşarsınız, götürərsiniz onu homoloji orqan. Yox, analojidir. Çünki zirinc yarpaq mənşəlidir, yemişan gövdə mənşəlidir. Homoloji o zaman olardı ki, ikisinin də mənşəyi eyni olsun. Yəni çox da arxain olmayın ki, ikisində də qanad sözü var, ikisində də tikan sözü var, ikisində də bığcıq sözü var, ikisində də ön ətraf sözü var. Bu mütləq analojidir. Bəzən söz oyunu oynayıb sizi çaşdıra bilərlər. Siz onun mənşəyinə inin, bir də funksiyalarına inin. Keçək rudimentlərdən danışmağa. Darwin insan bədənində 90-dan çox rudiment olduğunu söylüyordu. Görün nə qədər çox rudiment var. Rudiment nədir?
Məsələn, insan bədənində üçüncü göz qapağı var. Yerində durub üçüncü göz qapağı güzgüdə baxdığımız zaman görəcəm. Bax bu bucaq var ha. İndi bu şəkildə göstərməyə çalışacağam. Bax bu bucaq var ha burada. Niyə görsənmədi? Qırmızı olmadı bir dəqiqə. Bax bu bucaq var ha. Bu üçüncü göz qapağının olduğu hissədir. Var. Güzgüdə baxdığımız zaman görəcəyik. Amma öz funksiyasını yerinə yetirmir. Qalıq halında qalıb. Rudimet zaten qalıq deməkdir. Bu orqanlar qalıq orqanlardır. Öz funksiyasını yerinə yetirməyən orqan və toxumalardır. Reduksiyaya uğramış orqan və toxumalardır. Burada ma'nın biri artıq düşüb. Uğraması yazmaq lazım idi. Məsələn, köstəbək və kör sıçan gözləri. Köstəbək kördür. Kör sıçan kördür. Amma gözləri var. Balinalarda arxa ətrafın qurşaq sümüklərinin olmaması, bəzi sürünənlərdə, məsələn, ilanda dirsək sümüyünün olmaması, məməlilərdə üçüncü göz qapağının olmaması, uça bilməyən kivi, yəni dəvə quşu var, toyuq boyda bir quşdur. Üçüncü göz, üzr istəyirəm, qanadlarının olmaması, bura misaldır. Sonra nə vardı? Qulağımızda Darwin təpəciyi deyilən bir hissə var. Əslində burada tam göstərilməyib. Mən bildiyim qədərilə Darwin təpəciyi biraz belə bir şey olmalıdır. İnşallah yanılmaram. Tam görsənməyib əslində bu şəkildə. Bunun olması, mən elə bilirəm, inşallah səhv demərəm. Darwin təpəciyinin olması. Düzdür, bu rudimentlər öz belə deyək, hamıda aydın bir şəkildə görsənəcək deyə bir şey yoxdur. Düz üçüncü göz qapağı görsənər, amma bəzi insanların baxırsınız ki, bucaq hissəsi, bu hissəsi daha böyükdür. Bəzilərində balacadır. Yəni baxan kimi görəcək deyə bir şey yoxdur əslində qaldıqda. Sonra nəsə bunlar. Həm bir də ki, qulağın əzəlləri, bəzi insanlar qulağını tərpədə bilir, başın dərisinin əzəllərini tərpədə bilir. Bunlar da rudimentə misal olacaqlar. Appendix, onu deməyi unutdum, kör bağırsağın çıxıntısı. Bir də var atavizm. Atavizm uzaq əcdad deməkdir. Burada qeyd etməmişəm, ona görə yazaq. Uzaq əcdad. Testlərə bəzən uşaqlara belə bir sual düşür. Dırnaq içində uzaq əcdadı seçin. Yəni atavizmi seçin. Bu nədir? İrsi material tam ötürülmür. Burada yazıldığı kimi başayaq ötürülür. İnsan əcdadının xüsusiyyətlərini, əslində hal-hazırda onda mövcud olmaması lazım olan, amma mövcud olan xüsusiyyətləri təkrarlayır. Məsələn, normal bir şəraitdə quyruqlu insan dünyaya gəlməz. Bədəni çox tüklərlə, sıx tüklərlə örtülü insan dünyaya gəlməz. Bundan bəhs eləmirəm. Bəzi kişi xeylaqlarında qolları çox tüklüdür. Ondan bəhs eləmirəm. Burnunun üstünə qədər tük olur. Yəni bir ayı kimi, bir gorilla kimi tük olur. Bir insan burnunun üstündə tük olmaz, düzdürmü? Amma bunlarda olur. Yəni bədən tamamilə tüklərlə örtülüdür. Və yaxud çox məməlilik, qadın olsun, kişi olsun, çoxlu məmələrə təsadüf olunur. Amma bu bildiyiniz kimi, yəni böyük qadın məməsi kimi olan bir məmə deyil. Balaca toçqalar halında olan məmələrdən bəhs edirəm. Yəni kişidə olan balaca məmələr var, ondan bəhs edirəm. Çoxlu məməliyə təsadüf olunur. Hətta 16-ya yaxın məməsi olan insan olub. Səhv oxumamışamsa belə bir şey. 16 idi, neçə idi? Məməyə yaxın məməsi olan insan olub. Sonra köpək dişləri, vampirlərdə olur köpək dişləri. Onun güclü inkişaf etməsi. Baxın, ağıl dişi rudimentdir. Çünki hal-hazırda var. Hamıda var. Düz ağıl dişi çıxmayanlar da olur, amma əksəriyyətdə ağıl dişi var və öz funksiyasını yerinə yetirmir. Ağıl dişi rudimentdir. Amma köpək dişi də hamıda var, amma köpək dişinin normaldan çox uzanması, vampirlərdə kimi, yaxud bəzi heyvanlarda, yırtıcı heyvanlarda kimi. Bu isə artıq atavizm misaldır və yaxud çox uşaqlılıq. Məsələn, bir ananın, bu arada müxtəlif yumurta əkisi olduğunu vurğulayım. Bir ananın 2 uşağının olması, birdən çox uşağı, 3 uşağın, 4 uşağın, 5 uşağın müxtəlif yumurta əkizlərinin olması. Bunların hamısı, yəni çox uşaqlılıq da hamısı atavizmə misal olacaq. Bu hissəyə də diqqət edin. Atavizm nümunələrini sizin üçün seçmişəm. Keçək indi təkamülün istiqamətləri və yollarından danışmağa. Çox tez-tez düşür və çox tez-tez qarışdırırlar. Bax, istiqamət nədir? İstiqaməti ox ilə göstərirəm. Biri yuxarıya, biri aşağıya ox. Biri tərəqqiyə aparır, yəni progresə. Digəri isə regresə aparır, yəni tənəzzülə. Bunlar istiqamətlərdir. Tərəqqiyə aparan yollar hansılardır? 3 dənə yol var. Yola bənzər bir şey çəkdim. Aramorfoz, bu tərəqqiyə aparan yoldur. İdeoadaptasiya və yaxud uyğunlaşma, bu da tərəqqiyə aparan yoldur. Və ümumi degenerasiya və yaxud bəzən sadəcə degenerasiya da deyirlər. Bu da tərəqqiyə aparan yoldur. İndi hər biri haqqında danışacağım. Deməli, istiqamət 2-dir. Tərəqqi, tənəzzül və yaxud digər adı ilə progres və reqres.
Yol isə 3-dür. Tərəqqinin yolları, tənəzzülün yolları yoxdur. Aeromarfoz, ideoadaptasiya və degenerasiya, ümumi degenerasiya. Bu fikirləri, bu qiymətli fikirləri Şmalhausen və Severtsov söyləmişdi. Tərəqqi nədir? Bir canlının tərəqqisi nədir? Növlərin növdəki fərdlərin sayının artmasıdır. Populyasiyada fərdlərin sayının artmasıdır. Növlərin yüksəlişə doğru getməsidir. Fərd sayı artsa ərazi böyüyər. Çünki bir evin içində təsəvvür edin 5 nəfər yaşayır ya da 15 nəfər yaşayır. Bir otaqda 15 nəfər yaşamaz. Daha böyük evə keçməlidir. Həmçinin meşədə balaca bir sahədə dovşan ailəsi yaşayır. Saylarını artırdılar, atıram 40 dənə dovşan oldular. Onlar daha böyük əraziyə ehtiyac duyacaqlar. Areal genişlənər. Doğulanların sayı, yarananların sayı ölənlərdən çox olar. Populyasiyada fərdlərin sayı artar. Hal-hazırda boz dovşanlar, sıçan, sıçovul, nematodlar, yəni sap qurdların nümayəndələri və cücülərin çoxu tərəqqidədir. Saylarını artırırlar. Bəs tənəzzül nədir? Yəni reqres nədir? Bu tərəqqinin tərsidir. Fərdlərin çöküşüdür. Sayının azalmasıdır. Növün fərdləri azalırsa areal kiçilir. Bəziləri hətta yoxa çıxır, yəni tamamilə tənəzzürə uğrayıb məhv olur. Məsələn, bitkilərdən plan kimlər, qədim qıcılar və yaxud da ki, heyvanlardan bu da tez-tez düşür, fil, gərgədan, bizon. Bunların nəsli kəsilmək üzrədir, çox yəni azalmışdır. Bunlar tənəzzüldə, reqresdə olan növlərdir. Bəs yaxşı, tərəqqi aparan yollar hansılardır? Yenə Şmalhausen və Severtsovun adını vurğulayım, çünki alim adları da düşür. Birincisi aeromarfoz. Aeromarfoz nədir? Canlını tərəqqiyə aparan və canlının xüsusiyyətini mürəkkəbləşdirən bir yoldur. Və burada əsas diqqət edilən məqam yaşamaq uğrunda mübarizədir. Təbii seçmə verisi dəyişkənlik də önəmlidir, amma daha çox yaşamaq uğrunda mübarizədir. Yeni yaşayış şəraiti axtarır bu canlılar. Ən böyük 3 dənə aeromarfoz var. Fotosintez, cinsi çoxalma və çoxciyirəllik. FCC deyə bilərsiniz. Fotosintez çoxciyirəllik, cinsi çoxalma ya da FCC də deyə bilərsiniz. Fotosintez arxedə yaranmışdı. Çoxciyirəllik və cinsi çoxalma proterozoida yaranmışdı. Ən böyük 3 dənə aeromarfoz budur. Başqa aeromarfozlar da var təbii ki. Məsələn, heyvanların quruya çıxması ilə bağlı olan aeromarfozlar var. Ağciyərin yaranması, qolunun, qıçının, qanadının yaranması, daxili maylanmanın olması, ürək quruluşunun mürəkkəbləşməsi. Bunların hamısı aeromarfozlara misaldır. Yumurta içərisində inkişaf və yaxud bətin daxilində inkişaf və s. Bitkilərdə də varmı? Təbii ki, orada da var. Çoxciyirəlliyin ya da bitkilərdə yaranması, toxumaların, orqanların yaranması, ixtisaslaşmanın baş verməsi, 2 qat maylanma, tozlanma deməyək, tozlanma ideoadaptasiya da çoxalma deməliydim. Spor və toxumla çoxalma və s. göstərə bilərik. Və bu aeromarfozda böyük kateqoriyalar yaranır, böyük sistematik kateqoriyalar yaranır. Sinifdir, şöbədir, tipdir. Bu cür iri sistematik kateqoriyalar yaranırdı. Tez-tez düşür, müəllimlərin işə qəbuluna da düşür, tərəqqi və tənəzzül, sertifikasiya və uşaqlara da mütləq öyrənin. İdeoadaptasiya nədir? Təkamülün 3-cü videosunda əslində ideoadaptasiyalardan, uyğunlaşmalardan çox ətraflı danışmışdım, şəkillərlə üzərində danışmışdım. Burada qısaca gedəcəm ona görə. Canlılar yaşayır müəyyən bir ərazidə. O ərazidə yaşamaq üçün özlərinə məxsus uyğunlaşma qazanmalıdırlar. Bax, bu ideoadaptasiyadır. Bu uyğunlaşmalar üçün çox da böyük, dəhşətli dərəcədə güclü, hər kəsdə olacaq uyğunlaşmalara ehtiyac yoxdur, dəyişkənliklərə ehtiyac yoxdur. Kiçik uyğunlaşmalar oldu bəsdir. Məsələn, həşratla tozlanan bitkilər. Çiçəkləri al-əlvandır, nektarları boldur, qoxuludur çiçəkləri, nektarlar daha dərində yaşayır, tolcuq dənələri iridir, yapışqanlıdır. Yəni, dəhşətli, böyük dəyişikliklərə ehtiyac yoxdur. Və yaxud kambala və skat balığı. Hər ikisi suyun dibində yaşayır. Suyun təzyiqli əlaqədar olaraq dibdə yaşadıqları üçün bədənləri yastıdır. Torpağa yaxın yaşadıqları üçün rəngləri yəni al-əlvan deyil, torpaqdan çox da seçilmirlər, çünki gözlərini qorumakları lazımdır. 3-5 dənə uyğunlaşma əlamətləri var, uzun sözün qısası. Təkamül 3 videosunda qoruyucu rəng, yəni mühitə uyğun rənglər, mimikriya, maskalanma, maskalanma 1, maskalanma 2, maskalanma 2 mimikriya adlanırdı. Xəbərdə erici rəng və s. Bunlardan ətraflı danışdığım üçün indi bunun üzərindən çox getməyəcəm. Sadəcə bunların heyvanlarda olan ideoadaptasiyalara misal olduğunu demək istəyirəm. Bitkilərdə yenə tikanın olması, ətraf mühitə qarşı özünü müdafiə etmək üçün uyğunlaşmadır. Xəzan baş verəndə olan uyğunlaşmalar deyə bilərsiniz. Və yaxud da ki, quraqlığa, susuzluğa da, yəni uyğunlaşmalara, soyuğa qarşı uyğunlaşmalara hamısını misal çəkə bilərsiniz. İdeoadaptasiyada isə daha kiçik sistematik kateqoriyalar yaranır. Növ, cins, fəsilə və s. Elə və s. deməyək, növ, cins, fəsilə söyləyək. Və gəldik, mənim ən sevdiyim təkamül yollarından biri ümumi degenerasiyadır. Baxın, bunu da çox zaman qarışdırırlar ki,
Nəyə görə? Burada orqanizmlərin quruluşu sadələşir. Hətta bəzən orqanlar yoxa da çıxa bilər. Bəzən də qalıq halında qalır. Uşaq bunu deyir. Müəllimə, burada sadələşmə var, yoxa çıxma var. Bu tənəzzülə aparır. Xeyr. Tənəzzül canlının növünün, fərdin yox olmasıdır. Növün nəslinin kəsilməsidir. Burada canlının əgər cinsiyyət sistemi yerindədirsə, cinsi orqanları yerindədirsə, fərdlər sayını artıra bilirsə, bu canlı ümumi degenerasiya, təkamülün ümumi degenerasiya yolu ilə həyatına davam edir və bu canlı tərəqqidədir. İndi sizə kobud bir misal çəkəcəm. Bu misal üçün üzr istəyirəm hamıdan, amma ən yadda qalan mənim uydurduğum misallardan birisidir. Ona görə bunu söyləmək istəyirəm ki, imtahanda nəticəmiz yaxşı olsun. Bir misal deyək. Bir qadın və yaxud kişi düşünək. Onun əlləri yoxdur, ayaqları yoxdur, hər şeysi yoxdur, ya sadəcə əli yoxdur, ya ayağı yoxdur, Allah uzaq eləsin. Amma bu insanın cinsiyyət sistemi yerindədir. Ana olmaq, ata olmaq qabiliyyətinə sahibdir. Bu ailə qursa, əgər bunun övladı dünyaya gələcək. 1 uşaq, 3 uşaq, 5 uşaq. Biz həmin insana tənəzzüldəsən deyə bilmərik. O nəslini davam etdirdi, o tərəqqidədir. Və yaxud başqa bir misal. Ana və ata əl ayaqları yerindədir, normal adlandıra biləcəyimiz insanlardır. Lakin bunların nicahından bir övlad belə dünyaya gəlmir. Onların nəsilləri tənəzzüldədir, çünki onların övladları yoxdur. Düzdür, bu biraz etik bir misal deyil. Hər kəs övlad sahibi olacaq deyə bir qayda yoxdur. İnsanlar öz könül xoşluqları ilə də övlad sahibi olmamağı seçə bilərlər və yaxud da ki, birinin övlad sahibi olmamağı bu nə qınanılacaq, nə gülünəcək ya da ki, vah-vah yazığımız gəldi deyiləcək bir şey deyil. Bizə nə birincisi. Sadəcə etik cəhətdən kobud da olsa imtahanda yadınızda olsun deyə bu misalı çəkmək istədim. Yəni canlı nəslini davam etdirə bilirsə tərəqqidədir. Çox da ki onun qolu yoxdur, qıçı yoxdur, yarpağı yoxdur, nə bilim həzm sistemi yoxdur. Əsas odur ki, nəslini davam etdirsin, çoxlu fərd versin. Məsələn, treska balığı 2 milyon kürü tökür, bir dənə balası salamat qalır. Bir dənə balığı, 2 dənə balığı salamat qalır. Bir başqasının 3 dənə balası dünyaya gəlir, 3-ü də salamat qalır. 3 balası olan daha qabaqdadır. Nəinki 2 milyon kürü töküb bir balası salamat qalan. Degenerasiya əslində daha çox parazit həyat tərzi keçirən bitki və heyvanlarda olur. Bir də oturaq həyat tərzi keçirən canlılarda olur. Məsələn, öküz solteri. Ümumiyyətlə, lenşəkli qurdların nümayəndələrindən həzm sistemi, sinir sistemi yoxdur, sadələşib. Məsələn, öküz solteri, həzm sistemi yoxdur, duyğu orqanları yoxdur, hərəkət orqanları yoxdur. Amma öküz solteri 100 min yumurta qoyur. Mən buna necə deyə bilərəm tənəzzüldəsən? Sən tərəqqidəsən, sən fərd sayını artıra biləcəksən. Düzdür, 100 mindən bir ikisi salamat qalır, amma yenə də tənəzzüldə deyil bu. Yəni onun orqanları sadələşə bilər, yoxa çıxa bilər, qalıq halında qala bilər, amma nəslini davam etdirə bildiyi üçün bu tərəqqidədir. Və yaxud bitkilərdən misal göstərək. Qızıl sarmaşıq bitkisi. Parazit bitkidir. 3 yarpaq yoncada maya sarmaşığında parazit yedir. Bunun kökü yoxdur, yarpağı yoxdur, yaşıl rəngi yoxdur, qırmızımtıl, qızıl sarmaşıq deyirlər olsa, qırmızımtıl bir rəngi var. Sormacları var. Parazitlik etdiyi 3 yarpaq yonca, maya sarmaşığı və s. onların bədənlərindən, onların hazır üzv maddəsindən istifadə edir. Və sürətlə çoxalır. Bax, kökü yoxdur, yarpağı yoxdur, yaşıl rəngi yoxdur. Amma parazitlik etdiyi maya sarmaşığı və 3 yarpaq yoncanın üzv maddəsindən qidalanır və sayını sürətlə artırır. Deməli, bu ümumi degenerasiyada olan bir fərddir və tərəqqidədir. Çünki nəslini davam etdirir. Bir də son illərdə moda olan bir sual var, o barədə demək istəyirəm. Baxın, bu şəkli mütləq öyrənin. Şimal Hazan qəşəng bizə bir sxem qurub. Bu şəkildə mən özüm də sınaqlara salıram, tez-tez qəbula da düşür. Aramorfoz yazmır, X yazır. İdeoadaptasiya yazmır, Y yazır. Degenerasiya yazmır, Z yazır. Sonra ümumi degenerasiya, ideoadaptasiya, aramorfoz hər əsnədə 2-3 nümunə yazır. Deyir, bunları uyğunlaşdır. Siz ona görə bu qrafikdən hansının aramorfoz, hansının ideoadaptasiya, hansının degenerasiya olduğunu bilməlisiniz. Üçü də təkamülün tərəqqisinə aparan, tərəqqi istiqamətinə aparan yollardır. Yadınızda saxlayın, hər zaman aramorfozdan əvvəl və sonra, hər zaman ümumi degenerasiyadan əvvəl və sonra ideoadaptasiya gəlir. Baxın, düz xət ideoadaptasiya, yuxarıya xət aramorfoz, yenə düz xət ideoadaptasiya. İdeoadaptasiya, aramorfoz, ideoadaptasiya. Qoy hətta bunu bir dənə belə çəkək. İdeoadaptasiya, yuxarıya xət aramorfoz, ideoadaptasiya. Yenə yuxarı xət aramorfoz, yenə ideoadaptasiya. Sonra aşağı xət ümumi degenerasiya, yenə ideoadaptasiya.
Neçə dənə ideoadaptasiya yazdım bura? Baxın, ideoadaptasiyanı 4 dənə yazdım. Aramorfozu 2 dənə yazdım. Degenerasiyanı 1 dənə yazdım. Deməli, təbiətdə ən çox təsadüf olunacaq ideoadaptasiyaya, sonra aramorfoza, ən az təsadüf olunacaq ümumi degenerasiyaya. Bu dediklərimi şəkil üzərində də görə bilərsiniz əslində. Baxın, i yazıram bura sarı ilə. İdeoadaptasiya. İdeoadaptasiya. Xəttə bax. İdeoadaptasiya və ideoadaptasiya. İndi aramorfozları yazacağım mavi ilə. Bax, yazamadım. Yaşılla. Aramorfoz A. Aramorfoz A 2 dənə. Və ümumi degenerasiyanı yazaq. Ağla ÜD. Ümumi degenerasiya. Gördünüzmü? Həmin şəkli çəkdim mən də. Sual belə düşür. Bu qrafika əsasən deyin görə təbiətdə ən çox hansı var? İdeoadaptasiya. Ən az hansı var? Ümumi degenerasiya. Aramorfozdan əvvəl nə gəlir? İdeoadaptasiya. Aramorfozdan sonra nə gəlir? İdeoadaptasiya. Sonra nə bilim, ümumi degenerasiyadan əvvəl nə gəlir? İdeoadaptasiya. Sonra nə gəlir? İdeoadaptasiya. Bu hissəni də yaxşıca öyrənmənizi istəyirəm. Bundan da bağlı suallar düşür. Ən azından mən sınaqlara salıram. Düzdür, hələ qəbula düşməyib, amma bilmək olmaz. Hər birisi üçün qəbula da sala bilərlər. Bu qədər. Ümid edirəm ki, sizlər üçün asan yolla izah edə bildim. Nəsə sualınız varsa rəy bölməsinə yaza bilərsiniz, cavablandıracağam. Bu bizim təkamülün son videosuydu. Hər birinizə uğurlar arzu edirəm. İnşallah imtahandan yaxşı nəticələrlə geri dönüş edərsiniz. Əgər mənim çorbada biraz duzum olsa, onu da qeyd edərsiniz. Mən də sevinərəm. Sağ olun, salamat qalın.